Selamlar dostlar. Bugün sizlerle birlikte kariyerini satan bir oyuncu ile birlikte yeni bir oyuncu kariyeriyle ilgili. O da Emre Mor'du bildiğiniz kimi. Dortmundlara kadar giden Emre Mor öz yeteneğini satan bir futbolcu kimi tanınır pas vermesine göre. İndi Eyüpspor'da oynuyor ve Türkler hələ də onun partlamasını istəyir, gözləyir. Yəni inşallah partlayar. Başqa şey demək istəmirəm. Keçək yəni Emre Mor'un rebuildinə. Oyunda neçədir Emre Mor? 68 idi. Azdır məncə, yəni görmədilər də oyunda bunu. Nəysə. Bir dənə tez kadroya quraq. Və gördüyünüz kimi kadro quruldu. Kadro belə bir kadro oynayacaq. Bəlkə bir dənə santrafor alaram. Çünki oyunda yəni Tiramın yanı santrafor yoxdur. Bir dənə heç olmasa 65-dir. Transfer listesinde bir santrafor tapaq. Tapdım. 340 milyon. Poyraz Yılmaz. Geçək. Yedek santraforumuz da var. 60'dıq. Bunu da ilk yerine qoyaq. Və Emre Mor rebuildinə başlayaq. İnşallah yaxşı olar. Və ilk golunu da attı. Hem de 2 dənə dubl elədi. İndi. Buna da gətirdiyimiz kimi sakatlandı. Və hazırlıq maçlarında comeback edib Emre Mor gol atmır. Galatasaray Beşiktaş olur, Real Madrid Atalanta olur və lig başlayır. İnşallah yaxşı lig olar, yaxşı keçər. Görəcəyik. Lewandowski oynadan değildim. Birinci maç deyəsən udduq. Və Beşiktaş'a attığımız bir golle uduruq. Və ilk maçı bərabərə qurtardıq. Üçüncü maçda hələ Emre Mor'un ligada qolu yoxdur. Dedim və Emre Mor və oyunun bir golunu ataraq qalibiyyəti qazandırır. Samsun'a qarşı oynayırıq. Muja atır. Muja. Samsun Spor keçən il Süper Ligaya çıxdı və çox qəşəng bir takımdır mənim gözümdə. Və oha 6-1'lik bir maç oldu. Amma Emre Mor'un qolu yoxdur. Neyse. Galatasaray qarşı oynayırıq. Emre Mor biz ki şeydə oynadığı vaxtlar Karagümrükdür. Galatasaray 3 oyuncunun arasından çox qəşəng keçiş edib. Onu da qoyaram bura. Kafam duman olup normale dönüyor. Kimseyi dinlemem içerim her gece. İndi. Və ikinci turda Halil Akpınar'ın attığı golle kazanırıq. Alanya Spor maçındayıq. Müştiso. Eyüpspor, Gaziantep. Oydu, Gaziantep'e uduzuruq. Mən bir şey fərq elədim. Yəni maçda sadəcə bir gol olur. Amma Paçek çox qəşəng oyuncudur mənim gözümdə. Gol krallığına deyəsən birincidir. Amma Banza, Osimhen 800 gol. Çox da az deyil yəni. Liderlə 2 gol arasında fərq var. En-Nesyri də ikinci idi 9 gol. Simon Banza, Halil Akpınar, Enis Destan atdığı gollə bizi Trabzon udur. Və bundan sonra Emre Mor satmaq fikrindəyəm. Yəni Emre Mor sataq. Hansı takıma gedəcək? İnşallah Avropa'ya gedər, amin. Yusuf En-Nesyri, biz Fenerbahçe deyil. O qədər Fenerbahçe'nin revolt eləmişəm. Başım qarışdı. Samu Saiz vurdu. Və Murat Akça və Uysal Kupada da turu keçən tərəf bizik. Yəni Adana Demirspor'da udmasaq biz kimi deyəcəkdim və Emre Mor atdı artıq gol. Görək ligin yarısına qədər neçə gol atacaq Emre Mor. Samu Saiz atıb bizi Sivas Spor qarşısında qalibiyyəti qazandırır. 9'dayıq. Rize Spor. Rize Spor maçı Mametyan. Emrecan Bulut attı. 1-1 kurtardı. Ve 9'uncu qoruyoruz. Sadəcə
İlk 4'dən aramızda 12 puan, amma ilk 5'dən aramızda sadəcə 4 puan fərq var. Yəni oha. İndi Göztepe desən 7-ci sıradaydı. Utsaq çox qəşəng olar. Göztepeni bərabərə qalır və Göztepe bizə pozisyon verməyib, qapıçı maçın adamı olub. Göztepe 6-cıymış. Kasımpaşa maçı Mehmet Tiam 2'dən atır və onların 89-cu dəqiqədə kim atdı görmədim ama gol atıb. Və sezonun yarısına gəldik. Sezonun yarısında Emre Mor 4 gol 5 asistdən 9 qola katkısı var və bir dəfə də maçın oyuncusu seçilib. Amma belki Özer çox qəşəng oynayıb və 3 dəfə maç oyuncusu seçilib. Hələ o Göztepe maçında, yəni 7-yə 0 oynadığımız epizodda çox qəşəng oynamışdı. Neyse. Eyüpspora, Kayserispor'a qarşı Emre Mor 2 gol atır və deyir ki, mən buradayam. Olmazsa 4 vuruduruq. Görək nə olacaq. Eyüpspor, Galatasaray 4-cü tur ilk ayaqda Samu Saiz atır və fikir verdinizsə Samu Saiz'in atdığı bütün qollarda maç 1-0 qutardı. Emre Akbaba atır və Bodrumspor qarşısında Mehmet Tiam'ın son dəqiqə atdığı qolla 3-2 uduruq. 6'dayıq və rovanşda Galatasaray bizə döşür. Bəlkə Özer sakatlıq. Ayda, mən də deyəm Emre Mor niyə atanmır? Ala mən neynəmişəm? Mən də deyirəm Emre Mor niyə atanmayıb? Ayda, heç də olmaz, heç də olmaz. İndi mərfətlərini göstərəcək. Beşiktaş maçında göstərəcək. Beşiktaş maçında Samu Saiz 1 gol atır, 4 vuruduruq. Və Konyaspor qarşısında ayda Emre Mor indi atır. Bəyəxdən bəlkə ata bilərdik. Maçı 2-1 atırıq və Emre Mor'un qolu var. Emre Mor'un qolu var və Samsunspor qarşısındayıq. Mondilajimadi qol atır. Mehmet Tiam son dəqiqə qollarını çox sevir. 1-1. 1 puanı bizə gətirir Mehmet Tiam. Beşiktaşla aramızda çox da puan fərqi yoxdur, 12 puandır. Yəni onlar futbolda asan şeylərdir. Amma 12 puan deyilmişkən ağlıma Liverpool gəldi. Çox qoy Liverpool fanıyam. Neysə. 2-0 uduzduq. Neysə. Eyüpspor Alanyaspor maçı. Samu Saiz Emre Mor atır. Onlardan da Jo atır. Maça gəldik. Mən də gözləyirəm maç gəlsin. Gaziantep'e ilk maçda 1-0 uduzmuşduq. İkinci maçda yenə komik Mehmet Tiam sonuncu dəqiqədə 2-1 eləyir. Mehmet Tiam Eyüpspor'da çox böyük bir futbolçu olacaq demişəm. Deməmişəm amma demək sayın. Neysə, Şampiyonlar Liqində Liverpool'dur, Real'dur, Milan'dur, Barcelona'yı. Bayern Münih fərqlə udub. Atletico Madrid bərabərə, City ilə PSG bərabərə, Inter udub, Arsenal'da qazanıb. Fenerbahçe hardadır? Türk takımlarla heç biri yoxdur. Rangers inşallah yoxdur. Şimdi Başakşehir maçında Emre Mor Halil Akbunak atır və maç 2-2 bitir. Nəyə baxıram, elə bilim Şampiyonlar Liqasıdır. 29-cu. Bizim bir maç eksiyimiz var. Trabzon'dan aramızda maçı utsaq 12 puan fərq alacaq. Bəli. Bu parça var. Oyuncularımız biraz yorğun değil. Trabzon'la maçımız var. Emre Mor atır. Ay Allah. Daniel Salik 1 puanını qazandırır takımına. Fenerbahçe qarşısında Emre Mor intikamını almayacaq. Çünki ben Fenerbahçe indi 3-0. Yəni biraz çox oldu bizə.
Adana Demirspor udmalıyıq. Yəni bunun qədər liqada çox pis gedən takım görməmişəm deyəcəydim, bərabərə qaldıq. Öz Adana Demirspor bizi oynatmayıb o qədər yəni. Emre bana nə eləmsən? Var imiş. Akpınar. Sal oyna. Bundan olsa değil. Ve gördüğünüz kimi MMOR geldi. Ve MMOR olmayanda bütün maçları uduzmağımız da biraz qəribə idi. İndi MMOR var, görün Kasımpaşa nə turduruq. MMOR atır, Melik Kasabakalı. Neyse, adını səfrim problem değil yani. Çox danışırım, ona görə ola bilər, dilim dolanıb. Samusoyuz, Emre Akbaba, Mametiyam 2 dənə double edir, amma yenə də uduruq 4-2. Burada değil. İndi görək, Kayserispor, Eyüpspor maçı. Emre atarsan, Emre'ye düz tapdığım mor düz tapamadıq. Neyse. Fenerbahçe ligi kazandı. Ve Emre Mor gola baxamadıq. Neyse. Gördüğünüz kimi Mametyan en yaxşı oyuncumuz olub. Hatayspor en büyük qalibiyyət, Fenerbahçe'də en kiçik məğlubiyyət olub. 7-ci yerdə tamamladıq. Üstəlik burada Galatasaray çıxdı qabağımıza, ona görə biraz pis oldu. Emre Mor saxlayacağım çünki nə tərs edeyim. Səhv bir dənə yerdə oynatdığımıza görə problem yaşadı. Gördüğünüz kimi ilk bölüm belə olacaq. Emre Mor'u saxladım dediyim kimi. Emre Mor 68 idi, 68'də qalıb, 28 yaşı oldu ki. Yəni orta sahada oynada bilərdi, amma orta sahada məncə ağılsızlıq da oynatmaq onu. Və abisi bölümdən yəni gözləyirəm sizi. Bu videoya biraz daha çox like gəlsə daha çox video atacağım. Bu Erasmus videolarda istəyirsə ata bilərəm, amma 81K'dan sonra burası asıday. Mənim üçün marağı yoxdur. İlk bölüm belə oldu, maraqlı oldu, amma biraz pis oldu. MMO'ru səhv mövqeyimiz oyunu biraz qəribələşdirdi. Neyse, Emre Mor'un qolunu görənmədim. Yəni problem olmaz, seçd olmaz, baxamadıq. Daha gələn səfərə baxacağım. Yəni bu qədərdir videomuz. Like atıp abone olmağı unutmayın. Sizi öpürəm. Görüşərik. Bay bay.